siqnalizasiya sistemi işə düşür və heç bir halda o siqnal dayanmır. Təmiri davam edən mənzilimizdə hal-hazırdakı vəziyyətdə tavan işlərimiz gedir. Elvin ustamızla Hidayət ustamız hal-hazırdakı vəziyyətdə U profilləri ki var, onu montaj eləyirlər, daşıyıcı U profillər və biz burada bir incə bir detay var, istəyirəm onu sizin diqqətinizə çatdırım. Elvin usta hal-hazırda işlədiyimiz bu lazer vasitəsilə işləyirik. Onun hər hansısa bir sağ və yaxud da sol hissəyə çəkdiyimiz vaxtda, əgər ulvindən çıxdığı o məqam olduğu təqdirdə siqnalizasiya sistemi işə düşür və heç bir halda o siqnal dayanmır. Və bir şeyi də diqqətinizə çatdırmaq istəyirəm ki, bizim istifadə etdiyimiz əqrəblərin montajı zamanı probka şurupdan deyil, ankerbotdan istifadə olunur. Bu daha uzun ömürlü və daha keyfiyyətli olur. Bunu həmin o montaj etdiyimiz yerdən yalnız və yalnız sökmək vasitəsilə oradan çıxartmaq ola bilər. Bu heç bir halda sallanma və yaxud da həmin o yerdən çıxmaq qeyri-mümkündür. Montajı tamamlanıbdır və gördüyünüz kimi çox professional və keyfiyyətli şəkildə montaj işləri görülübdür. Hər birində ankerbotla və bərkidilmiş U daşıyıcı profillərdən istifadə olunubdur. Bundan sonraki hissədə Ativan montajı davam edəcək. İnşallah onu daha gələcək videolarda sizə tanış edəcəyik.